Çox sevir həqiqətən də. Ümidvarıq ki, hər kəsi sevindirəcək qarşılaşma başladı. Çox Hündesin o ciddi problem yarada bilər Rafael Fiziev üçün, amma hələ ki səbirli olaq. Rafael Fiziev Muay Thai'dan məhz MMA-yə keçən şəxslərdən biridir. Yerli publikanın dərhal dəstəyini eşidir Rafael Fiziev. Sol ayaqla low kicklə yoxlamaq istədi Baho Mendes. Fiziev çox belə deyərdim ayıqdır, rahatdır. İzləyir rəqibini hər zamanki kimi. Tez-tez öz duruşunu dəyişir. Rafael məsafəni qırmalıdır, girməlidir, yaxın döyüş. Bəli, və bunu Baho Mendes də anlayır və buna görə də yaxına buraxmır hələ ki. Rafael Fiziev öz anını gözləyir, öz məqamını gözləyir. Müdafiə planında həqiqətən də Rafael ən öncüllərdən biridir. Öz çəki dərəcəsində fikir verin necə cəld şəkildə yayınır zərbələrdən. Daim diqqətdə saxlayır öz oponentini, rəqibini. Rafael Fiziev ilk zərbə çəkdi. Baho Mendes elə ki bir nömrə kimi çıxış etməyə çalışır. Bəli, distansiyada saxlamaq və qabaq əllə hər dəfə distansiyada saxlayır və çalışır, sıxsın Rafael Fiziev. Hələ ki ayaq üstə görüş davam edir. Bəli. Hələ ki birinci raundda. Amma çox güman elə ayaq üstə də gedəcək bu döyüş. Çünki güləşməyi xoşlamır idmançıların heç biri. Ayaq üstü döyüşə daha çox üstünlük verirlər. Baho Mendes Taekwondo görüşlərini xatırladır əlbəttə belə məqamlarda. Fiziev isə yaxın döyüşə imkan axtarır. Şərait axtarır yaxın döyüşə girmək üçün. Fiziev hələ ki səbirlə gözləyir. Yaxşı yayındı. Çox əla yayınır Rafael Fiziev. Bu zərbədən də əhsən. Rəqib elə ki Rafaeli narahat edə bilmir. Bax bu cəhdləri ilə artıq Rafael onu sıxır. Yavaş-yavaş. Bir nömrə özü başlayır işləməyə. Bəli, çox təmkinlə davrandı ilk raundda. Baho Mendesin nə etdiyinə baxdı. Və indi yavaş-yavaş onu oktagonun kənarına doğru sıxmaqdadır Rafael Fiziev. Rafael gözəl zərbələri sevir. Qələbə qazananda da həmin zərbələrlə üstünlük qazanmağa çox xoşlayır. Daha bir slow kick. Fiziev hələ ki gözləyir. Lazım anı gözləyir. Bu məqamlarda rəqibin zərbə atdığı məqamlarda dərhal əks hücumda onu tutmağa çalışır. Gözləyirik. Səbirlə gözləyirik. Necə ki Rafael Fiziev də bunu edir. Çətindir. Belə ümumiyyətlə rəqib razılaşarsan İbrahim, belə əli ayağı uzun rəqiblərlə mübarizə aparmaq. Parametriyası çox narahatdır. Belə rəqiblə vuruşmaq çox narahatdır. Xüsusi taktika lazımdır. Bəli, onun üçün səbirlə, tələsmir, öz işini yavaş-yavaş görəcək. Daha bir high kick. O da dəqiq olmur. Rafael Fiziev ilk raundu sakit məcrada davam etdirir. Justin Gaethje ilə döyüşləri xatırlayıram. Orada da təxmini belə təmkinlə, rahat şəkildə məsafəsini qoruyaraq mübarizə apardı. Əlbəttə ki Baho Mendes Gaethje deyil. Düz onu çox təhlükəlidir və nəhayət sol əllə çənəsinin altından 30 durur zərbəni Rafael Fiziev. Çox yaxşı görür, birdən-birə partlayır və zərbələri indirir. Bu zərbə əlbəttə ki Rafael üçün o qədər də ciddi təsiri olmadı, amma təhlükəlidir, həqiqətən də təhlükəlidir. Bu zərbələrdən biri tutsa Rafael Fiziev biraz çətin vəziyyətə düşə bilər. Çox hərəkətlidir Fiziev.
Sonunda daha bir zərbə vurur və ilk raund yekunlaşır. Bax, bu raundda Rafael Fiziyevin potensialını rahat şəkildə aça bilməsi üçün bir şərait lazımdır. Biz bilirik ki, Fiziyev belə çox iti zərbələrlə rəqibini sarsıtmağa çalışır. Hər zamanki kimi bu Rafael Style'dır. Dana White'ın bəlkə də Rafael Fiziyevdə ən çox sevdiyi cəhət də bundan ibarətdir. Hər zaman bunu vurğulayır və qeyd edir ki, bu inanılmaz bir şeydir. Saxlayıb rəqibini Rafael Fiziyev əlbəttə ki, bir-birindən qopmağa məqam axtarırlar indi. Yenidən ayaqüstü mübarizəsini davam etdirmək üçün. Fiziyev sol əllə əla zərbə idi. İlk raunddakı senariyə bənzəyir ikinci raundda. Bahamondes güləşi yoxlamaq istəyir. Əslində bədən quruluşu heç güləşə uyğun olmayan bir idmançıdır, düzdür. Onu bilirəm ki, Gürcüstan millisində belə bir güləşçi var idi. Mümkündür, yəni bu da mümkündür, amma Rafael Fiziyev vəziyyətdən çıxır həm də əla zərbələrlə. Fiziyev məsafəni maksimum şəkildə azaltmağa çalışır. Hələ ki, Bahamondes bir nömrə kimi çalışmağa səy göstərir. İkinci raundda da Fiziyev zərbədən əla yayınır və gözləyir, daim gözü rəqibə baxır, rəqibi izləyir ki, bir boşluq tapan kimi qüvvətli zərbə vursun. Əla. Tempi biraz da artırmaq olar, düzdür. Artıq vaxtdır məncə. Üstünlüyü qazanmaq lazımdır. Çünki İkinci raundun ortasıdır. İlk raundda kimin daha yaxşı olduğunu demək çox çətindir. Bərabər səviyyəli mübarizə getdi. Hər hansı idmançını fərqləndirmək olmur, amma Fiziyev artıq double idi, bu double idi. Özü də bizə qoşuldu. Özü də qoşuldu. Ardıcıl 2 dəfə yayındı. Bu fəndə artıq Matrix'ə deyirlər, dayanmır. Rafael Fiziyev sadəcə dərsliklərə salına biləcək səviyyədə bunu həyata keçirir. Zərbələrdən mükəmməl yayınır. Bahamondes'in ayaqları çox uzundur və Fiziyevin burada məsafəni saxlaması və lazımi reaksiyanı göstərməsi də cəld şəkildə çox vacibdir. Bunu bacar elə ki, Rafael, amma hücum planında da fəallaşmaq lazımdır artıq. Elə hücumları artırmaq lazımdır ki, ikinci raundu qalib olsun. Və belə bədənə yaxşı zərbə keçirdi. Daha bir zərbə bədənə, bəli. Muay Thai sözünü deyir, əlbəttə ki, Muay Thai məktəbi zərbələrdən əla yayınır və imkan tapıb zərbə vura bildi, amma birini də buraxdı. Fiziyev sol əllə zərbə. Rafael Fiziyev rəqibin ayağına girir və onu yerə yıxır. Əla takedown həyata keçirir Fiziyev. Davamını gətir. Rahat şəkildə mövqeyini möhkəmləndir və zərbələrini vur. Rafael Fiziyev. Çox güman geri çəkilir, deyəcək ki, qalx ayağa. Bunu da gözləyirik Rafael'dən. Onun da yenə. Diqqətli ol, diqqətli ol. Yox, qorxulu bir şey yoxdur, çox şükür. Hər şey kontrol edir. Bir dizində keçdi. Və ikinci raund üstünlüyü qazana bildi Rafael Fiziyev. Çox ağıllı etdi bunu. Çox plana uyğun işləyir. Qüvvətli zərbələr, çəkic kimi zərbələr vurur Rafael Fiziyev. Hazırda ayaq üstə mübarizəni davam etdirir. Fiziyevin zərbəsi. Daha bir zərbə. İkinci raundda yekunlaşmaq üzrədir.
Qarşılaşmanın gedişatı da bizim sonda sevinmə potensialımızın çox olduğundan xəbər verir. Yəni 2 raund idmanlar üstün idi. Xüsusilə də ikinci raundda. İkinci raund tam üstün oldu. Əla zərbə sol əllə. Daha bir zərbə. Ayağa durub əl çalmaq lazımdır sadəcə. Yəni burada mən artıq söz tapa bilmirəm. Refleks sözünün sinonimi artıq Rafael Fiziyevdir sanki. Oh, əla zərbə. Çox ağılla döyüşür. Çox ağılla döyüşür Rafael Fiziyev. Əhsən, sadəcə əhsən. Baho Mendes öz üstün cəhətlərindən yararlana bilmir. Rafael imkan vermir buna. Rafael imkan vermir və hər şeyi görür. Bütün hərəkətlərini görür və vaxtında müdafiə olur. Yəni, bax, bu yaxın məsafəyə girən kimi dərhal zərbələrlə endirir və amma avlidə də olmur zərbələrə. Vaxtında dayanmağı da bacarır. Özü zərbə buraxmamaq üçün və Fiziyev indi növbəti təzyiq mərhələsinə hazırlaşır deyərdim. Yavaş-yavaş gözləyir, vaxtı da bilir. Kənardan ona deyirlər də lazımı deyil. Fiziyev rahatlaşmaq olmaz. Əlbəttə ki. Oh, sol əllə. Kirverin açıldı, bəli. Qaşı açıldı Baho Mendesin. Sağ gözü artıq qanıyıb vəziyyət. Həmin gözdən yaxşı deyil Rafael. Necə əla yayındı. İki zərbə buraxır Fiziyev. Amma bu qorxulu deyil əlbəttə. Baho Mendes. Baho Mendes artıq plan quranda Rafael bilir növbəti gediş nə olacaq. Əla! Davamını gətirmək lazımdır. İcazə verir qalxmağa və Bəli. stoykada davam etmək. Bilir nəyə görə icazə verir. Səbəbi də məlumdur. Fiziyev sadəcə öz keyfiyyətini göstərir burada. Hər kəsə bildirir. Döyüşü çox yüksək səviyyədə keçirir. Düzdür, bugün döyüşlərin birində Kariyal idmançı üstün idi bütün qarşılaşmanı, amma sırf bu səviyyədə idmançının mübarizəsində Fiziyev halal olsun sadəcə. Eyni şərhi etməkdən yorulmuruq, amma bir dəfə də tuta bilmədi Baho Mendes onu. Bir dəfə də alındıra bilmədi. Klinçə girib idmançılar, Rafael Fiziyev bəli, oktagonun kənarına gəlir rahat mövqeyə keçmək üçün. Düşür ki, ayaq üstə top gətirə bilmir Rafael'lə və güləşmək istəyir. Baxın necə vəziyyətdən çıxır Fiziyev. Sağ əlini bağlayıb tamamilə sol əlinə də hərəkətə imkan vermir. Və sadəcə o başa düşür ki, Baho Mendes özü də bu durumdan razı deyil və qopacaq birazdan Rafael'dən. Bəli, belə də olur. Həm də yorğunluq cəhətdən də düzdür. Baho Mendes'in indi seriya zərbəsini gördük, amma daha çox yorulub sanki Çileli idmançı. Çünki bədənə çox zərbələr buraxır. Fəallaşır indi. Baho Mendes bax bundan danışır, arxayınlaşmaq olmaz. Fiziyev diqqətli olmalıdır. Son saniyələrdir 3-cü raundda. Üstünlüyü əldən vermək olmaz, daha diqqətlə. Daha irəli irəliləmək lazımdır və yenə də takedown. Əla. Əhsən Rafael. Zərbələrin davamı gəlsin. Həmin o çəkici işə salmaq lazımdır. Buna ehtiyac var Rafael. Bəli, raundun sonlarını da üstün keçirir Fiziyev. Yenə də çox ağıllı davrandı. Dirsək zərbələri amma xeyri yoxdur. Rafael Fiziyev. Bəli, Baho Mendes'in üzü qan içindədir. Rafael Fiziyev'dən ardıcıl zərbələr. Yekunlaşdıra bilərsən döyüşü. Qalxır ayağa. Sən də dur ayağa deyir və davam edək. Ayaq üstə davam edək. Yenə yıxır. Fiziyev davamını gətir. Birinci zərbə də var. Üstünlüyü qazan. Vur. Yenə də vur. Yekunlaşdırmaq olar amma yox. Çatmır. İstənilən aldı.
Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for decision. All 3 judges scored this contest 30-27 for the winner by unanimous decision, Rafael! Yeah, Rafael!